Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dəyanət Musayevlə bugün Ucarın Boyat kəndində vida mərasimi keçirilib. Şəhidin nəşi daha sonra kənd qəbristanlığında torpağa tapşırılıb. O, 1973-cü ildə Ucarın Boyat kəndində anadan olub. 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ silsiləsi ərazisində gedən döyüşlərdə itkin düşüb. Ailənin kiçik qardaşı olub. 1994-cü ildə müharibəyə qatılıb. Həmin ilin fevral ayında Kəlbəcər rayonuna gedən döyüşlərdə Murovdağda itkin düşüb həlak olmuşdu. 32 ildən çoxdur ki, gözümüz yoldaydı. İndi gözümüz də yoldan necədən yığışdı. Ziyarət eləməyə gəlib ziyarətini eləyəcək. Allah Taala bütün şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin. Allah Taala ordumuzu qorusun, dövlətimizi qorusun, vətən sağ olsun. Əmsi oğluyam. Uşaqlığımız bir keçib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün bizim də bu işdə rol olanların hər birinə öz minnətdarlığımı bildirirəm. Elimizdən, obamızdan Allah razı olsun. Şəhid Rauf Əhmədovun nəşinin qalıqları isə Goranboy rayonunun Sarov kəndində torpağa tapşırılıb. O, Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya yazılıb. Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində döyüşüb. 1993-cü ildə Ağdərə istiqamətində döyüşlərdə itkin düşüb. Bugüne de şükür olsun kardeşimizin bir mezarı oldu 33 yıldan sonra. Gözümüz yollardan yığıldı. Atamın anamın da ruhu şad oldu. Çok şükür prezidentimizin bu teşebbüsüne biz teşekkür ediyoruz. Daha bir itkin şəhidlə vida mərasimi keçirilib. Şəhid Möysüm Əliyev bugün Füzuli rayonunun 2-ci Mahmudlu kənd qəbristanlığında dəfn olunub. Keçən ayın 6-cı ayın 9-unda əvvəlcədən müraciət eləmişdik. Araşdırmalar aparıldı, analiz götürüldü bizdən. Ayın 9-unda da çağırdılar. Orada dedilər ki, aşkarlanıb, şəhid tək bir adamındır, şəhid bütün vətənindir, bütün Azərbaycanındır. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Möysümün öz dilindən dəfələrlə yüksək intonasiya ilə eşitdiyim bir misra. Vətən mənə oğul desə nə dərdim, mamur olub qayasında bitərdim. Onun bu misrası sanki elə bir bugün onun taleyini, vətənə bağlılığını, həyatını yaşayır. Uzun illər doğmalarından, öz məzarından uzaqda olsa da, ruhu həmişə vətən torpağında oldu. Möysüm Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı cəbhəyə gedib. 1994-cü il Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Devran Cəliloğlu, Elgün Qəmbərov, Əntiqə Fərəcova, ASTV Xəbər.